Master qrupun işi. İkinci mərtəbəni dediyim üçün çəkdim. İndi göstərirəm sizə. Atoplenlərdir. Burada 2 dənə 50'lik radiator olacaq. Burada bir dənə 180'lık radiator olacaq. Gipsli çıxışlarını verəcək presdən. Sonra burada 50'lik radiator, bir dənə kollektor oraya gedir. Sonra burada da bir 50'lik radiator var otaqda. Burada da 2 dənə 180'lık oldu bəlkə. İndi 50'lik ilə hələ ki artıq ilə vermişik. İndi hesablayaq görək, yerləşsə qoyacağıq. Bunlar da hamamın istipoludur, çəkildi. Burada moyka olacaq. Moydadır. Keçək növbəti hamama. Burada da bir istip oldu. Burada şkaf olacaq. Burada şulka olacaq 36'lık. Şulka çıxış vermişik. Burada da aktivatorlar qoyulacaq otaq termostatları ilə qoşulacaq bunlara. Litrometrlə qoyulub.